Salam mərkəz dostlar, bu günləri çox ciddi bir məsələlərdən birini müzakirə edəcəyik. Hansıları ki, bilsəz daha yaxşı olar. Ola bilər ki, bu mövzuda sizin yaxşı bəxtiniz gətirə bilər və burada nəsə əldə edə bilərsiniz. Burada əsasən belə deyək də, yaradıcılıq bacarığı olan və ümumən belə deyək də, qeyri-adi düşünə bilən insanlar əsasən daha çox yer ala bilir və təbii ki, bu məsələyə baxacağıq görək bu məsələ necə işləyir. Və bu proyektin adı ümumiyyətcə platformanın adı Wallchain-dir. Yəni Wallchain daha öncə bizim video çəkdiyimiz Kite kimi bir platformdur demək olar ki, amma burada biraz fərqli məsələlər var. Fərqli məsələ odur ki, bu daha asandır və sən burada sadə, yəni yeni Twitter profilinə də, yəni az follower'ın olan bir profillərdən başlaya bilərsən qoşulmağa. Yəni linki var videonun altında. Siz təbii ki, linki də ötürə bilərsiniz. Belə də axtarıb tapa bilərsiniz. Və öz profilinizi bura qoşursunuz. Qoşduqdan sonra baxın, artıq Chrome eləyib extension var burada. Hansı extensionu ki yükləyə bilərsiniz. Mən hal-hazırda bu brauzeri yükləməmişəm, amma digər brauzerimdə var. Baxın, yükləyirsiniz extensionu. Extension belə deyək də bir növ speedometer kimi bir şeydir. Baxın, belə bir vəziyyətdir. Sizdə ilk başda 7 olacaq və təbii ki, inkişaf etdikcə qalxacaq bu sizdə və quark balans var burada. Təbii ki, quarklar əldə edilir. Bu quarklar haçansa Wallchain platformasının tokeni çıxdıqda həmin tokenə çevriləcək və airdrop halında veriləcək və hal-hazırda görürsünüz mən 28.16 özüm qazanmışam, 8.58 də mənim referallarımdan mənə quark gəlib. Bu quarklar gələcəkdə, yəni dediyim kimi airdropa çevriləcək və belə deyək də bonus şəklində və yaxud hansısa bir coin şəklində veriləcək. Ümumən burada isə bizim mint share'imiz var. Yəni ən çox bizimlə əlaqəli olan, yəni 30 gün, son 30 gün və 7 gün var. 7 gün qoyaq və ən çox interakt elədiyimiz, yəni münasibət elədiyimiz adamlar var. Görürsüz, məndə müəyyən platformalar var. Glider platformasından mən Twitterə paylaşıram və yaxud həmin Twitterə cavab yazıram, kimlərinsə paylaşımlarına cavab yazıram. OKX platforması var. Həmçinin Chill Pill bu artıq influencerdir və gördüyünüz kimi bunların hamısının X skoru görürsünüz yüksəkdir və görürsünüz mənim belə deyək circle-ımın, yəni belə minshare contributorslarımın hamısı yüksək balları var və mənim özümə görürsünüz burada məndə 16-dır, amma bunlarda 124, 296 və belə şəxslərlə daha çox belə deyək də yazışmada və yaxud interaktda olduqca sizin avtomatik öz quark balansınız başlayır artmağa. İndi isə məsələ nədir? Başa düşürük. Yəni bu quark balansı bizə yığırıq ki, gələcəkdə Wallchain airdropundan nəsə əldə edə bilək. Var burada leaderboard. Leaderboardda biz artıq platformanın içində, yəni Wallchain platformasının içində olan proyektləri görürük. Və görürsünüz burada çoxlu sayda proyektlər var. Hal-hazırda ən təzə çıxan proyekt id.os-dir, hansının ki linkini qoyacağım bu videonun altında istifadə edə bilərsiniz və Hey Elza var, hansının ki mən özüm də hal-hazırda işləyirəm və artıq 2-3 gündür ki, Hey Elza proyektin işləmə götürmüşəm. İD'si belə də azmaz. Yəni çünki Twitterdə həqiqətən də çatdırmaq olmur və işləmə başlamışam deyəndə nə nəzərdə tutulur və gördüyünüz kimi mən öz Twitterimdə bu proyektlər haqqında, məsələn bu Glider haqqındadır, bunu heç. Məsəl üçün Hey Elza haqqında məsəl üçün paylaşım eləmişəm. Müəyyən paylaşım eləmişəm, hansısa bir yazı yazmışam, hansısa bir screen atmışam, həmçinin Hey Elza platforması haqqında da həmçinin baxın belə bir screen atmışam, nələr eləyirəm, nələr eləmirəm. İngilis dilindən istifadə eləmək daha yaxşı olar, amma türk dili də burada keçərlidir. Wallchain türk dilində də olan fikirləri nəzərə ala bilir. Və belə deyək də maraqlı platforma, amma burada yaradıcı adamların üstünlüyü nədir? Əgər siz yaxşı əllə şəkil çəkə bilirsinizsə, bir çox platformalar əllə şəkil çəkib, burada belə deyək də əllə gördüyü işi eləyən adamları daha üstün tutur və daha çox baxış sayı və yaxud like məsələləri gəlir. Və gördüyünüz kimi burada Twitterdə baxış sayıları var, nə 42 var, 9 var, 63 var. Yəni nə qədər çox maksimal şəkildə baxış olsa, o qədər yaxşıdır. Like olsa və yaxud yazan olsa, o qədər yaxşıdır. Baxın, görürsünüz, məndə məsəl üçün burada müəyyən profillər yazılır mənə, kimlərlə ki, mən qarşılıqlı həmçinin də onlarla mən də onlara yazıram və belə deyək də bir-birimizi qaldırırıq platformada və məsəl üçün mənim timeline'ımda, yəni əsas səhifəmdə əsasən Hey Elza proyekti çıxır. Görürsünüz, əsasən Hey Elza. Çünki zaten alqoritm bilir ki, mən əsasən bu proyekt üzərində işləyirəm və əsasən bu proyekti mənə verir. Ya məsəl üçün mən gördüyüm hansısa bir belə deyək də belə bir yazıya, belə bir fikrə ingilis dilində hansısa bir fikir yazıram və təbii ki, belə deyək də məsəl üçün bu fikri yazan adam da məni like eləyir və yaxud eləmir, qarşılıqlı follow edir, eləmir. Yəni belə inkişaf eləyirsən. Yəni maksimal şəkildə çox yazmaq lazımdır. Mən ümumən şənbə və bazar günləri evdə çox yaza bilməmişəm açığı.
Məsəl üçün məndə burada 24 sentyabrda görürsüz 255 dənə yazı yazmışam. Demək olar ki, yəni 255 posta cavab yazmışam. Dünən 204 dənə yazmışam. Bu gün 68 dənə yazmışam, amma yəni gün ərzində yazacağam. Olsa hələ ki səhər vaxtıdır və hələ ki vaxtımız çoxdur və burada da həmçinin baxa bilirəm ki, postlarıma neçə nəfər baxıb, neçə nəfər mənə cavab yazıb, bunlara baxa bilirəm burada. Bunun üçün təbii ki premium lazımdır, amma siz ilk başda premium almaya da bilərsiniz. Yəni burada zaten mən leaderboardda indi düzdür, bəlkə indi tapa bilməyəcəm, amma ümumən arada oturub leaderboarda baxıram və görürəm ki, heç ümumiyyətlə Telegramın, Twitterində premium olmayan hesablar var. Hətta yəni followeri çox az olan hesablar var ki, gəlib leaderboarda düşüblər. Yəni yer tutublar və qazana biləcəklər. Leaderboardda yer tutmaq niyə görədir? Baxın. Bu proyekt deyir ki, 0.25% öz tokenimi, yəni Elza tokeni çıxacaq, Elza tokenini top 500, yəni 500-cü yerə qədər olan adamlara dağıtacağam deyir. Yəni burada 1000 nəfərlik yer var. 500-cü yer harca gəlib ortalara çıxır. Mən hal-hazırda təzə başladığıma görə görürsünüz, məndə 1000 share burada 3% təşkil eləyir. Yəni 1000-ci yerdən yuxarıdayam, amma qısa zamanda təbii ki aşağı gələcəm. Zaten işləyirəm proyekti və belə deyək də daha aşağı yerləri, yəni top 500 və ondan yuxarı. Nə qədər çox yuxarısansa, o qədər çox sənə faiz düşür. Yəni 0.25% bölür. Birinci yerdə sənsə daha çox, ikinci yerdə ondan biraz az və belə-belə getir. Görürsünüz, hətta burada Ermənistandan da kimsə var, görürsünüz, ermənilərdən də kimsə var, bayraqları var burada. Yəni niyə də biz olmayaq, niyə də biz bundan geri qalaq? Həqiqətən də ümumən infopay sektorunda və kripto sektorunda biz yəni bir ölkə olaraq və çox geridəyik, həqiqətən çox geridəyik və bizə lazımdır ki, çataq ən azından bizim də burada izimiz olsun və bizim də bayraqlarımız hardasa görünsün ki, artıq tanısınlar. Mən özüm məsəl üçün bir neçə infofay qruplarda tutaq ki, Azərbaycan bayrağından istifadə edirəm və bu təbii ki, ölkəmizin tanınması üçün də yaxşıdır. Ona görə də maksimal şəkildə belə şeylərə baş qoşun. Əgər çətinliyiniz olsa, təbii ki, yaza bilərsiniz. Hal-hazırda düzdür, lokal qrup yaradılmayıb, amma qısa zamanlarda mən qrup yaradacam sırf infofaya aid, yəni bu məsələlərə aid. Amma siz hal-hazırda Telegram kanalım var mənim, hansının ki linki yəni də videonun altında var. Qoşula bilərsiniz Telegram kanala və oradan izləyə bilərsiniz yenilikləri. Orada təbii ki komment yazmaq imkanları da var. Belə dostlar, ümid edirəm ki platforma çox çətin gəlməz sizə. Çünki burada çətin bir şey yoxdur. Sadəcə Twitterinizi qoşursunuz. Bax bu platformaya qoşursunuz. Ondan sonra da hansısa bir proyekti götürürsünüzsə, məsələn, əgər siz Elzanı götürürsünüzsə, proyekti aça bilərsiniz. Twitterini aça bilərsiniz, Twitter hesabın. Yəni proyektin yazdığı yazılara da hansı cavablar yaza bilərsiniz sözsüz. Amma proyektdən haqqında məlumatlar da toplaya bilərsiniz. Yəni inanın ki, axtaran adamsın, bütün məlumatlar var və inanın ki, burada pul götürən adamların çoxu, yəni 4 rəqəmli götürür. Yəni burada məsəl üçün 50 dollar, 60 dollar söhbəti deyil. Yəni burada 1000 dollardan yuxarı, yəni hətta bəzi yoldaşlar var ki, 15-20 min dollara yaxın pul götürə biliblər bu məsələlərdə, bu infofay məsələlərində. Təbii ki, əziyyətlidir. İlk başda əziyyətlidir. Yəni mən də asanlıqla 1769 görürsünüz burada abunəçi var. Buna asanlıqla gəlib çıxmamışam. Artıq neçə vaxt ki məşğulam bundan. Artıq belə deyək də mən artıq öz yolumu tutmuşam və öz işimi görə bilirəm. Bilirəm ki, nə etmək lazımdır. İlk baxışdan mənə də çətin gəlirdi. Düşünürdüm ki, bu necə olan bir şeydir. Amma sonradan başa düşdüm ki, yəni burada çətin bir şey yoxdur. Sadəcə olaraq ideya lazımdır, yaradıcılıq bacarığı lazımdır və təbii ki, istək lazımdır və zamanını ayırmalısan buna ki, buradan normal bir şey əldə edə biləsən. Belə dostlar, videonu çox uzatmaq istəmirəm. Onsuz zaten 8 dəqiqə hər ki çoxdur. Heç birazdan inanmıram kimsə gəlib çıxar. Əgər birazdan gəlmisənsə, çıxmısansa mütləq kommentdə yaz ki, bura gəlib çıxmışam, bilək görək kim gəlib çıxıb. Kanala abunə olmağı və videonu like edib komment yazmağı da unutmayın. Sağ olun, can görüşərik.